Azərbaycanın hərbi, vətənpərvərlik mövzusunda çəkilən Son Nəfəsədək filmi haqqında məlumat. Film 2018-ci ildə çəkilmişdi. Filmdə hadisələr 89-cu ildə başlayır. Sovet İttifaqının ucqar həbsxanalarından birində cəza çəkən baş qəhrəman Yavər azadlığa buraxıldıqdan sonra doğma torpağı olan Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə qayıdır və burada ermənilərin cinayətinin şahidi olur və onlara qarşı mübarizə aparmağa başlayır. Hadisələr Ermənistanın Azərbaycana qarşı təcavüzünün başlanğıcı olan 88-ci ildən Xocalı faciəsinə qədərki dövrə əhatə edir. Film Qarabağ həqiqətlərinin, xüsusilə ilk illərdəki gizlin tərəflərin, əhalinin mübarizəsinin, faciələrin və vətənpərvərlik duyğularının üstündə qurulub. Real tarixi hadisələrə, o cümlədən Qaradarlı faciəsi kimi epizodlara əsaslanır. Bu filmdən sonra aktyor İlqar Cahangir mükafat qazanır, həm də böyük tamaşaçı sevgisi qazanır.